bu qoyduğum videonun altına baxmışsınız yəqin ki. Onun haqqında ağ vərəq qoydum bir 10 saniyə ya da bir 20 saniyə bu nə olacaq haqqında bir düşünün. Və indi siz girişə başlayaq. Xaricdəki bir neçə alimlər və iddiaya gəlirlər ki, çox yaxın zamanlarda qlobal istiləşmə baş verəcək və hər tərəf yanmış nəticələrinə qalacaq şəkildə gördüyünüz kimi. Amma bunun necə dərəcədə zorlu olduğunu bilmirik. Çünki son zamanlarda havalar həddindən artıq soyuqlaşıb. Belə də ola bilər. Bir də ki, alimlər deyiblər ki, son zamanlar bu qlobal istiləşmə nəticəsində baş verən bir neçə hadisələr Antarktidadakı olan buzların bir neçə bəli, qaldığımız yerdən davam edir. Sizcə hansı doğrudur? Məncə bu alimlərin dedikləri daha doğru gəlir, çünki son zamanlarda baş verən bu qlobal istiləşmələr son nəticədə daha çətin olacaq. Yəni ətrafda gördüyünüz hər şey su altında qalacaq. İspaniya tamamilə su altında qalacaq. Rusiyanın tamamilə yarısından çox su altında qalacaq. Amma isə yaxşıdır ki, Azərbaycana heç bir şey olmayacaq, çünki tam Asiyanın, Avropanın ortasında yerləşir. Baxın, Türkiyənin də bir qismi 4də 1 hissəsi su altında qalacaq. Bunun nə qədər düz olmasına mən bilmirdim. Necə gələcəkdə bunların necə təsir olduğunu heç bir axırımda fikrim yoxdur. Çünki keçmişdə də bildiyimiz kimi Antarktidadalar buzlaşma dövrü var idi və hər tərəfdə buz idi. Okeanlar donmuşdu. Yəni amma isə son zamanlar olan bu istəyişlərin həm Antarktidaya təsir olmadığından da bu binaların gördüyünüz kimi şəkildə gördüyünüz kimi binaların tam yanmasına səbəb ola bilər. Çünki günəşlə hardasa toqquşma nəticəsində yəni göy cisimlərinin hər hansı bir cismisə günəşlə toqquşduğu anda günəşin həcmi böyüyə bilər və dünyaya enerji daha çox verir. Və bununla da bir neçə şeylər baş verir. Əgər soyuqlama necə olar? Bunun ağlımda heç bir fikir yoxdur. Ya günəş sistemdən çıxsa bizim galaktikalardan yəni öz ox ətrafına çıxsa, o zaman bütün bizim galaktika yoxlar. Və bu buzlaşma 4 dəfə buzlaşma olub. Buna necə başa düşək? Onun haqqında bir fikrim yoxdur. Amma bunu bilirəm ki, son zamanlar olan qloballaşma istilik dünyanın sonuna gətirib çıxara bilər. Necə bunu şey eləmək olar? Məsələn, bir örnək gətirək. Bunun üçün bir şey götürmək lazımdır. Əsas üçün, dünya üzründə bir neçə Antarktidada sadəcə 2 insan yaşayır. Təsəvvür edin, əgər donma prosesi olarsa, Antarktida artıq bundan sonra kəşf edilməyə bilər. Və orada olan bütün canlı yaratıqlar da ölmüş olar. Yəni o qədər soyuq olar ki, yəni həddindən artıq pinguinlərin aldığı soyuqluqlardan daha güclü olan bu soyuqluq həddindən artıq təsir göstərə bilər və bu insanlar üçün çox böyük təhlükə yarada bilər. Təsəvvür edin, sadəcə hər yer buzlaşma dövr gedir, ancaq qar heç bir şey eləyə bilmirik filan, məsələn, bu qədər.
bu dünya sonra bu qədər aslında video tam dərk bilmirdim. Mən də internetdə araşdırdım. Bir neçə də öz fikirlərimi öyrəndim, ortaya qoydum. Alınan nəticə bu qədər idi. Çox bir dəqiqəlik videoda olmadı. Gördüyünüz kimi buzlaşma hər tərəf buzlar içində olacaq. Bu qədər. Sağ olun, salamat qalın. Abunə olmağı və bəyənməyi, videomu bəyənməyi unutmayın. Sağ olun, salamat.